Hədis Həzrət Peyğəmbərdəndir. Buyurur ki, mən qara'əl Qur'anə ibtiqaə vəcihilləh. Çox dəhşətli bir hədisdir. Həzrət Rəsulullah buyurur ki, hər kəs Allahın razılığını ona qovuşmaq üçün Qur'anı öyrənə, Qur'an qiraət eləyə, oxuya və təfəqquhən fid-din və buyurur ki, dini anlamaq üçün, dini başa düşmək üçün, yəni dini başa düşmək üçün, yəni bəndəçilikdən xəbəri olması üçün, bəndəçilikdən bir bəhrəsi olmaq üçün Qur'anı öyrənə, düşünə, tədəbbür eləyə. Minəs-savabı misli cəmi'i mə utiyəl mələikətu vəl-ənbiyəu vəl-mursəlun. Çox dəhşətli hədisdir. Buyurur ki, Allah bilirsiniz ona nə əcr mükafat verər, Qur'anı öyrənib, ona əməl elədiyinə görə, həyat proqramına çevirdiyinə görə Qur'anı, dinini başa düşməsi üçün, bəndəçilikdən nəsib olması üçün ki, Qur'anı öyrəndi, əməl elədi, deyir Allah ona bu əcri verər ki, onun əcri mükafatı o kəsin mükafatı kimidir ki, Allah mələklərinə, peyğəmbərlərinə, övliyalarına verdiyi əcri mükafatı həmən bəndiyə bəxş eləyər. Onun mükafatı, əcri bu olar.